Salam, xoş gördük. Siz də xoş gördük. Tanış olmaq olar? Olar. Adınızı zəhmət olmasın. Raul Mirzəyev. Raul Mirzəyev, çox gözəl. Raul bəy, deyin görək, bizim kitabxananı necə tapdınız, necə bildiniz? Burada oxuyuram. Gəldim, gördüm kitabxana var. Aha. Kitablarım da o vaxt qurtarmışdı. Gəldim. Aha. Anamla bir yerdə, atamla bir yerdə. Aferin. Burada qeydiyyatdan keçdik. İlk oxuduğun kitab hansıydı? İlk Yadında qalıb, yoxsa yox? özümün oxuduq, yoxsa buradan götürdüm. Özünün oxuduğun. Aha, ensiklopediyada səhvlənmirsə. Aha, çox gözəl. Ən çox hansı janrı bəyənirsən? Fantastika. Fantastik. Fantastikadan nə oxumusan? Fantastikadan saysam 2 saat buradayıq. Bir ikisinin adını de, dostlarımıza Percy da. Jackson, Percy Jackson, sonra? Harry Potter. Aha. Onlar daha çox fantezi sayılır. Bəs yaxşı, əlində tutduğun kitab nədir? Bu seçilmiş hekayələrdir Stephen King'in. Aha, Stephen King'in filmlərinə baxmısan? Xeyr. Məncə Daha çox kitab oxuyuram. hə, onun filmləri əslində sənin yaşına uyğun deyil. Bunlar biraz qorxulu filmlərdir. Ancaq ümid edirəm ki, əsərləri çox da səni qorxutmaz, maraqlı gələr. Bəs digər nə kitabdır? Bu fəlsəfə uşaqlar üçün. Uşaqlar üçün fəlsəfə. Fəlsəfə dedikdə nə başa düşürsən? Fəlsəfə. Fəlsəfə. Filosofların bir ikisinin adını deyə bilərsən? Tanıdığın filosoflar var? İbn Sina. İbn Sina, afərin. Sonra Başqa da bilmirəm. Aristotel, Platon. İnşallah onları da bu kitabdan öyrənərsən. Dostlarımıza nə məsləhət görərdin? Balacalara Aha, oxusunlar. oxusunlar. Hansı kitabdan başlasınlar? Hansı kitabdan? Balaca kitablardan. Balaca kitablardan, daha Nağıllardan. yüngül kitablardan. Afərin sənə. Dostlarımıza nə arzulayardın? Nə hazırlayardım? Yaxşı oxusunlar. Yaxşı oxusunlar. Afərin sənə, afərin. Təşəkkür edirik ki, bizim kitabxananı seçdin. Yenə gəl.